Şair və qiraətçi Nazilə Səfərli müğənni Pünhan Piriyev ətrafında yaranan qalmaqala münasibət bildirib. Publika az xəbər verir ki, Səfərli Pünhanı müdafiə edərək səhnədə baş verən gərgin anların birmənalı qarşılanmamalı olduğunu deyib. O, səhnənin əsasən ifaçıya, rəqqaslara və aparıcıya məxsus olduğunu vurğulayaraq belə halların daha əvvəl də yaşandığını xatırladıb. Qiraətçi bu kontekstdə Aygün Kazımova ilə bağlı bir hadisəni nümunə çəkərək bildirib. Stat: Səhnə kimindir? Sizə sual verirəm. Oxuyanındır, oynayanındır və aparıcınındır. Aygün Kazımova Eldəniz kimi sənətkara vətəndaş, səhnə mənimdir. Sən oxuyanda mən çıxmamışam, aşağı düş dedi. Heç birinizin səsi çıxmadı. Haqlı idi, səhnə onun idi. Jest etmədi. Bu onun öz ixtiyarı idi. Qulaq asmaya bilərdi. Pünhanın günahı odur ki, toylara 12 minə yox, 2-3 minə gedir. Qazandığını da bölüşdürür. Şəhid ailələrini evlərinin qapılarına yol çəkdirir. Müxtəlif xeyriyyə işlər görür. Onun artıq pulu yoxdur ki, mühafizəçi, menecərlər tutsun, səhnəni çəpər etsin. Elə qadın xalq artistləri var ki, səhnə arxasında ondan da sərt davranır. Ansambl üzvlərini elə ağır söyüşlər söyürlər ki, bunu özüm görmüşəm. İndi bu uşaq rayondan gəlib, zəhmətlə ayaqda qalmağa çalışır. Pozudu qəbul edirəm, amma bu qədər üzərinə getmək düzgün deyil. Statın sonu.